Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə çox zərif və eyni zamanda sadə bir naxış göstərəcəm. İpim Alize Baby Base markasına aiddir, boz rəngli sapdır. Bu ip çox yumuşaq və elastikdir, toxuyanda əlimi yormur, körpə geyimlərində və şallarda isə daha gözəl görünür. Gəlin birlikdə başlayaq və ilmələrimizi yığmaqla başlayırıq. İstədiyiniz ölçüdə yığa bilərsiniz. Mən bu naxış üçün 28 ilmə yığmışam. Əgər siz də mənim kimi mənimlə birlikdə edirsinizsə, mütləq ilmə sayını cüt saxlayın. Çünki bu naxışda cüt ədədlərlə uyğun düşür. İndi isə birbaşa naxışa başlayırıq. Mən burada düz toxuma etməmişəm ilk sırada. İstəsəz siz edə bilərsiniz. Mənimlə birlikdə edirsinizsə, elə bu sürətlə davam etsəz, naxışı dəqiqliklə toxuya bilərsiniz. Bu hissədə tələsməyə ehtiyac yoxdur. Əsas odur ki, ilmələr səliqəli düşsün. Naxışa belə başlayıram. Birinci ilməni sadəcə kənar üçün düz toxuyuram. Sonra isə bir dola və ardınca 2 düz ilməni birlikdə toxumağa davam edirəm. Bu bizim əsas qaydalarımızdan biridir. Bunlara diqqət etmək lazımdır. Və burada əsas qaydalardan biri də odur ki, sizin ipi alma şəkliniz, yəni burada doladığınız ipi hansı yönə almaq lazımdır. Əgər düz sıradayıqsa, bu ipi videoda da gördüyünüz kimi öndən arxaya tərəf alıram və 2 ilməni birlikdə düz toxumağa davam edirəm. İlmələri yığarkən çox sıxmamağa diqqət edin. Çox sıx yığmayın ki, rahatlıqla da toxuya biləsiniz. Əsas diqqət etməli nüans, düz sırada ipi arxadan dolayırıq, yəni ip arxada qalır və iynənin üzərindən arxadan dolanır. Bu ilmələrin səliqəli düşməsi üçün vacibdir. Sıra boyunca eyni qayda ilə gedirik. Bir dola, 2 düz, birlikdə 2 düzü birlikdə toxumağa davam edirik, ta ki sıra sonuna qədər. Sona doğru gəlib çatdım və sonuncu ilməni isə mən burada tərs toxumuşam ki, kənarları daha düzgün şəkildə görünsün. Və artıq keçirəm ikinci sırama. Artıq burada naxış özünü az da olsa göstərib. İkinci sıram tərs olacaq. Tərs toxumayla davam edəcəm. Bu sırada isə ip artıq ön tərəfdə qalmalıdır və burada yenə də diqqət edin ki, mən ipi necə alıram, iynəmin üzərindən keçirib, ön tərəfə atıb, 2 ilməni birlikdə tərs toxuyuram. Bu şəkildə ilməni alıram, ip ön tərəfə düşür və yenə 2 ilməni birlikdə tərs toxumağa davam edirəm. Bu isə mənim tərs sıramdır. İp dolamalarını edəndə və 2 ilməni birlikdə toxuyanda biraz boş toxumaq lazımdır ki, digər sıralarda da eyni qayda ilə davam edək və naxışların hər biri eyni ölçüdə bərabər görünsün. İlk sırada düz toxuduğum üçün tərs sırada artıq atıb doladığım ilmələr özünü göstərir. Tərs sırada necə qalır ilmələr, düz sırada necə qalır.
Artıq biraz sonra naxışda görəcəksiniz bunu videoda da. Yəni tərs sıradakı ilmələrin yönü dəyişir, düz sırada isə yön yenə dəyişir. İp olaraq bilinir və sonuncu ilməmdə tərs toxuyub 3-cü sıraya keçirəm. Əgər ipin istiqaməti dəyişməzsə, naxış istədiyimiz ajur effektini verməz. İlk sırada, 3-cü sırada daha doğrusu ipimi yenə alıram. Arxadan önə doğru ipimi dolayıb 2 ilməni birlikdə düz toxumağa davam edirəm. Bu mənim 3-cü sıramdır. Yenə də boş toxumaq lazımdır ki, naxış özünü daha rahat göstərsin. Artıq burada ajur naxışı az da olsa yenə bilinir. 3-cü sıradayıq çünki. Və budur, 3-cü sıramın son ilməsi də bitdi. Keçirəm 4-cü sıraya. İlk ilməni yenə toxumadan ala da bilərsiniz, istəyirsiniz toxuyun. Bu sizin özünüzə qalır. Çünki əgər son ilməni toxumadan alırsınızsa, başda gərək toxuyasınız. Əgər toxuyursunuzsa, yenə başa qaydanda alasınız. Tərs sırasındayam. Eyni qayda ilə davam edirəm. İpimi önə atıb 2 ilməni birlikdə tərs toxuyuram. İp alma qaydasını əgər qarışdırmasanız, naxışınız çox səliqəli alınacaq və rahatlıqla toxuya biləcəksiniz. Çox sadə öyrədilən bir naxışdır. Sadəcə olaraq diqqət yetirilməli nüans ipi almaq qaydasıdır. Sona qədər bu şəkildə davam edəcəm. Siz isə izləməyə davam edin. Dördüncü sıranın da sonuna gəldim və düz il üstündəyəm. 5-ci sırama keçid etdim. Siz isə videonu saxlayıb, toxumağa davam edib, sıraları bitirib, yenidən baxıb davam edə bilərsiniz. Birlikdə getsəz, mənimlə birgə getsəz, həm qaydasını, həm də toxumanın necə rahat olduğunu görəcəksiniz.
6-cı sıramın son ilməsində sizinlə birlikdə toxuduqdan sonra gedib bir neçə sırada toxumağa davam edəcəm. Burada artıq balaca xəttlər kimi naxışları, ajurları bilinməyə, formalaşmağa başlayır. Yəni ipi doladığımız yerlər balaca deşiklər kimi qalır. Siz burada naxışın ön və arxa üzünü görürsünüz. Bu isə arxa üzüdür. Bu naxış həm qalın ipdə, həm də nazik ipdə çox səliqəli alınır. İstəsəz bu naxışdan şal, boyunluq və s. kimi digər layihələrdə də istifadə edə biləcəyiniz bir naxışdır. Məncə ən gözəl tərəfi odur ki, həm sadədir, həm də ajurlu kimi görünür. Burada tərs üzündə və düz üzündə naxışın iplərinin necə getdiyi yolu göstərirəm sizə. Əgər siz də mənimlə birlikdə eyni sıraları davam etdirib toxumağa davam etsəz, bu qədər çoxaltsaz sıraları, naxışınız özünü çox səliqəli şəkildə göstərəcək. Mən sonda yenə naxışı göstərməyə davam edirəm. Düz üzündəyəm. Həm də siz bu naxışı davam edəndə görəcəksiniz ki, düz üzündə düz ilmələr buğda formasında görünür. Arxa üzündə isə dalğavari görsənir. Aydın şəkildə artıq biləcəksiniz ki, siz hansı üzündəsiz. Təbii ki, bunu sıra artdıqca, davam etdikcə biləcəksiniz və digər yöndə, təbii ki, digər videolarımda dediyim kimi balaca ipin qalma tərəfindən asılıdır. Bunu yadda saxlasaz və naxışın özündə də iplərin hansı yönə doğru baxdığını görsəz, rahatlıqla bilərsiniz ki, hansı sırada hansı sıranı toxuyursunuz.
düz və tərs sıranı sizinlə birlikdə yenə toxudum. Əgər xoşunuza gəldisə, kanalıma abunə olmağı və videoyu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.